Zəhmət olmasa 35'e baxaq. 35'e baxın görüm. Bax 35 böyütdüm baxın. Otuz beşi yazın. Gülərlə Hüseynli, Gülər, Hüseynova yazmışsınız ki say değil. Gəlin baxaq onda. Say değil deyir. Bəli, demişəm lıq şəkilçili söz say değil. Yeddilik say değil. Bu demişəm lıq nədir? 90% isim. Deməli say değil. Bir. Birgə. Birgə say var? Yox. Nə tərzdə? Bu da zərfdir. 1, 4. Onunla, kimi ilə? O əvəzlikdir, la qoşmadır. 1, 4, 5. 1, 4, 5. Bir dəfəlik yenə nə zaman zərfdir? Oldu 3. 1, 13, 45. 13, 45 haradır? D bəndi, D. D yazanlar, afərin sizə. Uşaqlar, bilirsiniz də sayın əsas sintaktik vəzifəsi təyin olmaqdır. Bunu sizdən soruşmuram, özüm yazıram. Lap yazın. Sayın əsas vəzifəsi, əsas cümlə üzvü təyin olur, təyin. Uşaqlar, 15 ilə 16'da yazaq, 15 ilə 16'nı. 15'e bax. Bir saat gəlmişsiniz, yoxsa bunu test Narahat olma, Dəniz, qutarıq. Ay Dəniz, deyə bir-iki dənə testi deyirəm, qutarıq, narahat olma. Bax, bu testi deyirəm, qutarıq. Bax, 15'i də uşaqlar, bax, çox dayandı. Hərəkətə aiddir deyə zərf götürürəm çoxu. Bir saydılar. Bax, yadında saxla. Bax, yadında saxla. Eyni sayın təkrarı, bax, eyni sayın təkrarı say deyil, zərf olur. Deməli, burada bir nədir? Z, ə, r, f, bu qeydləri də götür. Onunla əvəzlikdir. Bir gəzə, amma bax, çoxdur. Bayaq da dedim. Yadında saxla. Qulağında sırıq elə, cümlənin sonunda çoxduru, yalnız say götür. Bunu çünki uşaqlar çaşırlar bunu. Bax, yaz bir yerə. Bax, bu qeydi yazıram, köçür. Cümlənin, köçür, ha, bax, əziyyətlə yazıram. Cümlənin sonunda çoxdur, çoxdur olsa, cümlənin sonunda çoxdur olsa, çox 100% saydır. 100% saydır. Nə tərki demişdim, Məsumə? Məsumə, nə tərki demişdim? Müəllimin səsinə qarışır. Səsi bağlayın, uşaqlar, zəhmət olmasa. Məsumə, nə tərki demişdim? Daki gördünsə 100% saydı. İndi 100% yadda saxla. Cümlənin sonun çoxduru, cümlənin sonunda gördünsə 100% say götür. Məsələn, heyva çoxdur, nar çoxdur, meyvə çoxdur, adam çoxdur. Çoxdur gördünsə çoxu say götürəsən. Bir də bu qeydi götür. Cümlənin sonunda çoxdur gördün, yalnız say götür. Eybi yoxdur, Dəniz. Sənin yaşında heç biz WhatsApp'dan da istifadə edə bilmirdik. Amma maşallah görsən, günü-gündən uşaqlar texnika inkişaf eləyir, insanlar inkişaf eləyir. Sənin yaşında sənin yaşın nə deyim? Mən birinci kursda oxuyanda telefonun yes düyməsini tanımırdım. Yazın uşaqlar, yazın.
Cümlənin sonunda çoxdur olsa, çox 100% saydır. Bu qeydi götürün, 100%. Bax, unutma. Çox saydır. Bax, buradakı çox saydır. Buradakı çoxdan gedir, ha. Çoxdurdakı çoxdan gedir. Yoxsa çoxun zərf variantı zadı da var. Bax, cümlənin sonunda çoxdur olsa, çox saydır. Hüseynova kimdir? Bax, Zülfiyə Kəzimova Dəryadır. Gülər Qasımova Səmadır. Mənim. Hə, Mənsumə sənsən. Hə, Elşən Hüseynli Hüseynova. Deməli bunlar sənsən. Bildim. Yaxşı. Yaxşı. Uşaqlar, 15-ci sualda baxın. 15-ci sualı keçirmişəm. Hara eləmişəm də görüm. Yuxarıda qaldı. Hə, deyib budur da, 15 yox. Bunun izahını, bunu köçürsünlər deyirəm. Cümlənin sonunda çoxdur olsa 100% çox saydır. Hə də, çaşmışam. Uşağa, bu qeydi götürdüsə 16-cı suala baxaq da sizin vaxtınızı çoxalmayın. Mənim də dərsim başlayır. Hansı cümlədə say işlənib? Baxın. Birləşməliyik, nə etməliyik? Bu feildir. Yəni, bir orada sizi çaşdırmasın. Sonra, indi 16-nı test tapın görün. Bax, indicə